Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Hər birinizi xoş gördük. Yadınızdadırsa, mən demək YouTube kanalımda Sabirabadda bir gün başlıq ilə bir video paylaşmışdım. Bir günlük Sabirabada qonaq gəlmişdim və burada olan gördüyünüz bu kələm sahəsində sizlərə çəkib paylaşmışdım. Hələ bu kələmlər təzə-təzə gül açırdı, yetişməmişdi. Amma gördüyünüz kimi artıq həmin çəkdiyim kələmlər hamısı yetişiblər. Görürsünüz necə gözəldilər. Allah bərəkət versin. Bunları əkib becərənlərində Allah canını sağ eləsin. Bugün isə biz bu həyətə şadlığa gəlmişik, toya gəlmişik. Allah hər birinizin evində övladlarınıza, əzizlərinizə toy qismət eləsin. Bütün subaylarınızdan görək inşallah. Həyət gördüyünüz kimi çox iri bir həyətdir və toy da bu günləri həyətdə mağarda olacaq. Artıq gördüyünüz kimi mağar axşamdan qurulub burada. Gecə səhərə kimi yəni yatmayanlar olub. Toya hazırlıq gedir. Toyumuz da qız toyudur. İnşallah bu günləri hər şey çox təbii olacaq. Ocaqda bütün yeməklər bişəcək, hazırlanacaq. Çox maraqlı bir toy olacaq. Onu da qeyd edim ki, əziz izləyicilərim, bugünkü toy Axıska türklərinin toyudur. Bunların öz ləhcələri də, danışıqları da çox gözəldir, fərqlidir və adət-ənənələri də fərqlidir. Ona görə bugün qarşıma çıxan nə burada varsa, yəni fərqli, gözəl, həm yeməkləridir, həm adət-ənənələridir. Hamısını çəkib sizlərlə paylaşacağım. Ümid edirəm ki, bu video sizlər üçün çox maraqlı olacaq. Ona görə də videonu sonadək izləyin. Necəsən qızım? Yanınızdadırsa bu əzizə qızımız da mənim videolarımın birində çəkilmişdi. Mən səni çox sevirəm hala. Mən də səni çox sevirəm əzizə. İzləyicilərimə sözüm var? Var. Nə sözüm var? Like edin. Abone olun. Hoş geldin kızım. Çox sağ ol xala, Allah razı olsun. Allah xoşbəxt eləsin, Allah bütün subaylara qismət eləsin. Hamının qapısında şənlik olsun, toy olsun, şadlıq olsun. Sağ ol, Allah razı olsun. Amin. Allah sizin evinizə də nəsib etsin. Amin. Sağ salamat əskərdən gəlsin. Onu Çox sağ ol, yığıncağına gedər. çox sağ ol xala, Allah razı olsun. Benim oğlumun kızım nəvəmdir, oğul nəvəmdir. Allah hamı için. Allah xoşbəxt eləsin, amin. Hə. Allah xeyirli etsin balalarını. Allah xoşbəxt etsin balasını. Getdiği yerdə yarayandan olsun. Amin. Kartofu nə yemək üçün soyursunuz xala? Sizdə hansı yeməklər olur toyda? Toyda indi qovurma pişəcək. Qovurma. Hə, qovurma. Aha. Dügüsü, qaralyaş, kababı, qaralyaş, xalodnisi, toyuqdan xalodni pişirəcəklər. 4 cürə yemək olacaq. İnşallah. Allah sənin kafanda qismət etsin. Çox sağ ol, Allah razı olsun. Yorulmayasın xala, əllərinizə sağlıq. Sağ ol. Sən də xoş gəlmisən. Çox sağ ol, Allah razı olsun. Olsun balaların üçün olsun. Sağ ol, Allah razı olsun. Mübarək eləsin. Çox sağ ol, amin. Xala bu soğança nə üçündür? Soğansa qovurmanın soğanıdır. Hə, qovurma üçündür. Qovurma. Bəs bu qazanlarda nə pişəcək xala? Onlarda da aş pişəcək, aş. 3 qazan üçü də plov olacaq, hə? Hə. 20 kilo. Maşallah, hə. Allah bərəkət versin. Türklər aşı çox yeyir. Çox yeyirlər. Hə. Sənin də balaların. Çox sağ ol xala, Allah razı olsun. Allah sağ salamat versin. Amin. Allah üçün olsun. Allah razı olsun. Sağ ol.
Adam pişiriyor, elini vurma olur. Qatıq idi, xala tökdüyünüz düyüyə. Bu nə üçün vurulur ki, düyüyə içinə? Vurursan ki, düyü diri qalsın. Əzilmə. Mən limon eşitmişdim, limonun suyunu. Limon da Amma qatıq düyün içinə eşitməmişdim. Pişənə yaxın əlavə olunur da bu qatıq. bir yarı pişəndə əlavə olur. Plovun qarasını isə bir gün öncədən hazırlamışlar deyə onun hazırlanmasını çox təəssüflər olsun ki, çəkə bilmədim. Burada günorta saat 2-dən toy başlayır. Gələn qonaqların hamısına qadınlara ayrılıqda və kişilərə də ayrılıqda yemək içmək verilir. Daha sonra isə süfrələr yığışılır. Hər bir şey yığışıldıqdan sonra gecə saat 12 kimi toy bitənə kimi çalıb oynayırlar. Biber tamatı, bir də sarkök. Suda həll eləyib əlavə etdiniz bunun içərisinə. Qəşəng rəngi oldu. Ətində tökəndə qəşəng olur. Ət pişəndən sonra bunun içərisinə tökülür, hə xala? Bir yerdə qovurulur. Tökəndə elə bir pomidor, biber olur. Amma siz deyəsən Aksika türklərindən deyilsən, xala? Ləhcəviz yerli. Kəndin poveri budur. Kəndin poveri də xala. Allah ömür versin, Allah can sağlığı versin. Kazanın yanında tökülsün. Vazidini tök şey olmaz. Oraya da oraya tutardı ya. Ağır olun da götürür. Bunlar uje dəm almağa qoyulub, hə, artıq. Salafan nə üçündür, xala? Aç o baxsın. O elə bir bığı aşağıda saxlayıb pişirir də. Pişirir, dəm Hə. Bu da eynənə, elə. İkisi də eynidir. Bunlar artıq dəm alır. Buna yağ elə əlavə olmayıb, hə? Altında qazmaq olur, xala, yoxsa yox, olur? Oluyor. Bu da axırıncı. Bu da plov olacaq, hə? Səpələməyəcək. Xala kartofu sarköklü suya qoyubsunuz, hə? Sarköküm suya qoyuruq. Duz da tökübsünüz üstünə. Duz niyə görə? Sarkök rənginə görə yəqin ki, hə? Duzda dadına tanınır. Duzsuz yemək olar. Hə. Yo, biz qızardandan sonra əlavə edirik. Qızardana yaxın da. Duzum onun içində. Ha, siz əvvəlcədən əlavə edirsiniz. Sarıkökə rəngi dəyişilir də, gözəl rəng alınıyor ona görə. Hadi ver. Hadi. Kim o tut dilara? Gel. Yo dağsı götür. Kalkanın yanına. Şey de ona tökün. Hamıza salam uşaqlar. Xoşbəxt olasınız. Mehriban olasınız. Zakir, bu da bizim kebapçı Zakir. Ay, tanıyırlar hamısı. Tanıyır mı? Ay, hamısı tanıyır.
Ətlər yumuşalıb, dayı pişir. Ona göre diyorum. Bunun suyu istifadə olunmayacaq, hə, dayı, ancaq əti. Bunun üzüm yağını götürür də. Hə, üzünün yağı əlavə olunur yeməyə. Hə. İstifadə ediyormuş üzüm yağını. Ha götüreceğim. Sümükləri ayırırsın xala, yoxsa elə içində qalır? Çıkarmadı. Acı bir bardak sen onu. Ətin öz yağını da üstünə tökürsün də xala. İndi bunu hazırlayandan sonra altını yandıracaqsın xala. Vamodda, hə? Azodda. Pomidoru, biberi pişecek ondan. Hə, amma ət hazırdır. Bir dənə pomidor, biber pişdi, все. Et hazır. Bu indi qovurma adlanır da sizdə. Bu addelini verilir süfrəyə. Kartof böğründe. Aha, Olukları Belə. çekilir. Kartofu da böğründe. super. Bu gelir sonra kabak, sonra aş. Yo çıkarttım gelin oturacak. Sonra Güney dedi ki kalsın ben de kızla otursun toyladım. Neyle ne olacak? Sakla. Allah kömür. Her noktaya toy kısmet edersin. Allah'tan isteğim budur ki hamının hayatında böyle bir şanlık var olsun. Böyle şenlik kısmet etsin. Hamının subaylarından göre. O gün olsun Senem balamızın da toyuna yıkıladı. Hayırlı uğurlu olsun. Hoşbahт olsunlar, şaka olsunlar. Bu hayatta değilim, değilim, değilim. Hemen şaka hoş günler var. Sağ olun, Allah razı olsun. Yanlardan olsunlar. Ablam.
evimizə gəlin. Gələn qədəmləri mübarək olsun. Amin deyirik. Təbrik edirik. Alqışları için biz alqışlarımızı göstərməyimizi çalışırıq. Maşallah. Bugün gelin eller kınamalıyım. Oynasın gülsün olsa gönüller sırmalıyım. Birbirinize her zaman. Güzel denilmiş. Amin deyirik inşallah. İndisi gəlimizin xınaların payı. Bizden zaydın olsun. Allah mübarek etsin. Allah xoşbəxt etsin. Baş üzerinde şamlar söndüreyim. Evin her zaman silahlı olsun güzel gelinimiz. Amin diyelim.